Əziz qonaqlarımız, proqramımız davam edir. Və hazırda çıxış üçün səhnəyə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev dəvət olunur. 2013-cü ildəki uğurlu fəaliyyətlərinə görə ilk olaraq Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı təltif olunacaq. Təmsilçi buyursun səhnəyə. Gənc Hüquqşünaslar Birliyi təltif olunur. Növbədə Nurlu Sabah Uşaq Gənclər Təşkilatı İctimai Birliyidir. Gənc Xəzər Mühəndisləri İctimai Birliyi təltif olunur. Azərbaycan Könüllülər İctimai Birliyinin təmsilçisi dəvət olunur. Xaricdə təhsil alan və məzun olan Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu İctimai Birliyi təltif olunur. Hörmətli